Qar dənəsinin sərgüzəşti. Qarlı qış günlərindən birində pəncərənin arxasında dayanıb tamaşa edirdim. Qar dənələri rəqs edə divarların, kolların, ağacların budaqlarına, bir sözlə hər şeyin üzərinə düşürdü. Elə bu an iri bir qar dənəsi pəncərəyə tərəf gəldi. Əlimi bayıra uzadıb qar dənəsinin altına tutdum. Astaca gəlib ovucumun içinə düşdü. Necə də ağ və şəffaf idi. Elə bil üzərində sənətkar əl işləmişdi. Öz-özümə, kaş, dedim. Qar dənəsinin dili olaydı, öz sərgüzəştini mənə danışaydı. Buna bənd imiş kimi qar dənəsi dilə gəldi. Mənim sərgüzəştimi eşitmək istəyirsənsə, qulaq as, danışım. Mən bir neçə ay əvvəl su qətrəsi idim. Xəzər dənizində milyard su qətrələri ilə o yan bu yana getməklə günlərimi keçirirdim. Yay günlərindən birində dənizdə gəzişirdim. Günəş bərk isti saçırdı. İstinin təsirindən qızışıb minlər, on minlərlə qətrə ilə birlikdə buxara çevrildim. Biz yüngüllükdən qanad taxıb yuxarılara uçurduq. Külək də arxamızca düşüb bizi istədiyi tərəfə qovurdu. O qədər yuxarı qalxdıq ki, axırda adamlar gözümüzdən itdi. Hər tərəfdən buxar kütlələri gəlib bizə qovuşurdu. Bəzən də biz gedib daha böyük buxar kütlələrinə qovuşurduq. Bir-birimizə qovuşub yol gedirdik, getdikcə sıxlaşır, çoxaldıqca da yuxarılara, ənginliklərə uçurduq. Bəzən günəşin üzünü örtürdük, bəzən də ay və ulduzların qarşısını kəsirdik. Gecəni daha da qaranlıqlaşdırırdıq. Buxar zərrələrinin bir çoxu deyirdi: artıq biz bulud olmuşuq. Külək bizi cürbəcür şəkillərə salırdı. Hələ mən özüm dənizdə yaşayanda buludları müxtəlif şəkillərdə, insan, dəvə, hətta uzunqulaq şəklində görmüşdüm. Göydə neçə ay sərgərdan qaldığımızı bilmirəm. Çox hündürdə idik, hava soyumuşdu. Bir-birimizə o qədər sıxlaşmışdıq ki, ətrafı görmür, haraya getdiyimizi bilmirdik. Günəş görünmürdü. Elə bil günəşin qabağını kəsmişdik. Buludun eni uzunu bir neçə 100 kilometr olardı. Yağış olub yerə qayıtmaq istəyirdik. Yerin həsrəti ilə ürəyim bir tikə olmuşdu. Bir müddətdən sonra yarı su və yarı buxar halına düşdük. Az qalırdı yağışa çevrilək. Birdən hava elə soyudu ki, mən də, yoldaşlarım da titrədik. Ətrafıma nəzər salıb yoldaşlarımın birindən soruşdum: nə olub? Belə cavab verdi: İndi başqa yerlərdə havalar isti olsa da, bizim olduğumuz yerlərdə qışdır. Bu gözlənilməz soyuq bizi yağış olmağa qoymayacaq. Bircə mənə bax, mən qara dönürəm, elə sən özün də. Yoldaşım sözlərini qurtara bilmədi. Qara dönüb yerə enməyə başladı. Onun ardınca mən də, minlərlə mənim kimi zərrələr də bir-birinin ardınca qara dönüb yerə yağmağa başladıq. Dənizdə olanda ağır idim, ancaq indi çox yüngülləşmişdim. Qov kimi uçurdum, ona görə ki, soyuq iliklərim işləmişdi. Rəqs edə yerə gəlirdim. Elə ki, yerə yaxınlaşdım, gördüm Təbriz şəhərinə düşürəm. Xəzər dənizindən nə qədər uzaqlaşmışdım. Yuxarıda olarkən bir uşağın yazıq bir iti döydüyünü gördüm. İt aldığı zərbələrdən yazıq səngilləyirdi. Gördüm ki, yerə bu vəziyyətdə yaxınlaşsam, düz həmin zalım uşağın başına düşəcəyəm. Küləkdən xahiş elədim ki, məni başqa yerə aparsın. Uşağın başına düşməkdən xilas oldum. Külək xahişimi qəbul edib məni buraya gətirdi. Əlini altıma tutduğun üçün səndən xoşum gəldi. Nəhayət, qar dənəsinin səsi kəsildi. Baxıb gördüm ki, suya dönüb.